Salam, axşamınız xeyir olsun. Mən Zəhra Allahverdiyeva, müəllimlər və pedaqoji kadrlar üçün təlimlər təşkil edən Edgrowth Centerin həmrəhbəriyəm. Mərkəzimizdə müəllimlər və bütün pedaqoji kadrlar üçün təlimlər təşkil olunur. Bugünkü təlimimiz də həmin təlimlərdən biridir ki, mövzumuz düzgün yazı təməlidir. Bugünkü qonağımız psixopedaqoq Aygün Əliyevadır. Aygün xanım bugün bizimlə öz bilik və təcrübələrini bölüşəcək və çalışacağıq ki, sizin də suallarınıza cavab verək. Səssiz sual verməkdən çəkinməyin. Əgər kimləsə səssiz sual vermək alınmırsa, onda chat bölməsində suallarını bildirə bilər. Sizdən xahişim təlim gedişatında səslərinizi bağlı saxlayın ki, Aygün xanıma nitqini bölməyəsiniz. Əgər suallarınız yaranarsa, təbii ki, suallarınızı bildirə bilərsiniz. Hər birinizə uğurlar. Aygün xanım, necəsiz? Axşamınız xeyir olsun. Dəvətiniz üçün təşəkkür edirəm. Hər birinizi xoş gördük. Zəhra xanım, təşəkkür edirəm. Siz necəsiz? Şükür, biz də yaxşıyıq. Başlaya bilərik uyğundursa sizin. Hər zaman yaxşı olasınız. Zəhra xanım, təşəkkür edirəm bir daha. Məni təqdim etdiniz. Bir daha özüm haqqında qısa məlumat verim, sizi yormadan. Mən təlimçi, psixopedaqoq və ibtidai sinif müəllimi Aygün Əliyeva. Həm məktəb, həm də özəl sektorda iş təcrübəm var körpə uşaqlarla və müəllimlərlə, belə deyək. Bu mənim sayca verdiyim, bilmirəm, neçənci bir təlimdir, amma soruşmaq istəyərdim əvvəlcə ki, burada ilk dəfə mənim webinarımda deyək də, yəni təlim deməyək də, webinar deyək, görüşlərimdə ilk dəfə iştirak edənlər varmı? İlk dəfə. Bəli, var. Mən ilk dəfə iştirak edirəm. Nə gözəl. Adım Əldirədir. Əla. Əla, maşallah. Bu dəfə ilklər çoxdur. Adətən digər auditoriyalarda təkrarlar olurdu. Yəni, hər dəfə demək olar ki, eyni şəxslər iştirak edirdi, amma bu dəfə tamamilə fərqli bir auditoriya. Hər birinizi xoş gördük. Yenidən, belə deyək, virtual da olsa tanışlığımıza şadam hər birinizlə. Zamanımız, belə deyək, təlimin müddəti bir müddət yəni gecikdi. Buna görə, gözlədiyinizə görə hər birinizə təşəkkür edirəm. Məndən asılı olmayan bir səbəblərə görə. Amma yəni çalışacağım ki, sizin vaxtınızı çox almayayım. Yəni sizi də çox yormayım. Az və öz sizə lazım olacaq dəqiq məlumatlarla, yəni sizi məlumatlandırın. Lap gözəl. Burada rəylərinizi oxuyuram. Bəzi suallarınız olarsa yenə də mən danışan müddətdə hər hansı bir sualınız yaranarsa burada qeyd edərsiniz və təlim bitəndən sonra hamısını cavablandıracağım. Amma cavablandırmadığım hər hansı bir sualınız qalarsa yenə də yadınızda saxlayın. Təlim bitəndən sonra yenə də səslərinizi açıb, yəni sevə-sevə suallarınızı alacağım. İndi isə başlayaq artıq mövzumuza. Deməli, mövzumuzun adı düzgün yazı təməlidir. Düzgün yazı təməli necə olmalıdır, hardan başlamalıdır? Biz ümumiyyətlə yazının düzgün təməlini qoymadıqları üçün hansı problemlərlə rastlaşırıq? Yəqin ki, hər biriniz mənim kimi, yəni digər müəllimlər də bu cür problemlərlə rastlaşır. Və bu problemlər nələrdir? Uşaq ümumiyyətlə belə deyək, yəni hərfləri heç bir qaydaya uyğun olmayaraq yazır və yaxud da anlaşılmaz yazı yazır, oxunaqsız yazılar yazır. Və bunların hamısının səbəbi, kökünü araşdırdıqda gedib çıxır 3-4 yaşa. Demək ki, yazının təməli nə vaxt qoyulur? 3-4 yaşda başlayır. Hansı ki, uşaq artıq başlayır bağça dönəmində. Bu 3-4 yaş adətən bağça yaşı sayılır da. Həmin yaş dönəmində uşaqlarda bəzi fəallıqlar göstərməlidir, bəzi davranışlar sərgiləməlidir, əl, göz, inkişaf, yəni bunlara çoxlu diqqət olunmalıdır ki, əl-göz koordinasiyası daha yaxşı inkişaf eləsin, sistemli, ardıcıl olaraq biz bunları aparmalıyıq, düzgün aparmalıyıq ki, bizə lazım olan 6 yaşında, yəni uşağa yazı yazmaq işi tapşırılanda o nə əziyyət çəksin, nə dəftərin üzərində belə deyək ki, yəni o xoşa gəlməz mühit yaranmasın. Deməli, həmin o dediyimiz 3-4 yaşda biz hansı fəaliyyətlərlə məşğul olmalıyıq ki, o şagirdin, o uşağın əli, belə deyək, yazı prosesinə hazır olsun.
Ümumiyyətlə, yazı hazırlığı deyərkən biz əlifbadan başlamamalıyıq. Yəni, təbii ki, 3-4 yaşlı uşağa biz nə yazı yazdıra bilərik ki, necə hərf öyrədə bilərik ki, bu da bilirəm ki, bir çoxumuzda artıq bir sual yaradır. Yəni, bildiyimiz kimi bu uşağa biz yazını bu yaşda öyrətmirik. Amma onun əvəzinə beyin, əzələ inkişafını formalaşdırmalıyıq. Çünki bu yaşda uşağın orqanizmi, əli, beyni, yəni ümumiyyətlə psixologiyası hələ yazıya tam hazır deyil. Və bizim də əsas məqsədimiz yazıya deyil, yazıya hazırlığa fokuslanmaqdır. Deməli, yazıya hazırlıq nə deməkdir bəs? Valideyn və müəllimlərin bir çoxu fikirləşir ki, yazıya hazırlıq ən aşağı yaşlarda ən gözəl yazıdır. Məsələn, əvvəllər işlədiyim, yəni çox-çox uzun illər əvvəl bir çalışdığım özəl bir müəssisədə 4 yaşlı bir şagirdim var idi. Məndən öncə o başqa bir müəllimdə olmuşdu. Artıq şagirdə bir çox hərfləri yazdırmağı öyrətmişlər. Düzdür, uşaq da yəni normal yazırdı, qəşəng də yazırdı. Amma indi baxın, 4 yaşda bir uşağın yazını yazması hansısa bir sıra valideynləri, bir sıra müəllimləri sevindirə bilər dırnaq içində deyək. Amma indi bunun gələcəyini də bir fikirləşmək lazımdır ki, həm birincisi biz onun formalaşmamış əllərini, orqanizmasını gücə salırıq. İkincisi də ki, artıq onun o marağı deyilən bir şey var ki, biz onun marağını artıq erkən yaşdan məhv etmiş oluruq. Hansı ki, o yazını daha maraqla, daha həvəslə yazacağı bir yaş dönəminə gələcək, artıq onda o hərfləri bilir, öyrənir. Onda da artıq başqa şeylər öyrənmək istəyəcək. O hərflər, o yazı ona maraqsız gələcək. Demək ki, yəni həmin ərəfədə uşaqlarla bu cür məşğul olmaq ən böyük yanlışlardan biridir. Yazıya hazırlıq uşağın əl motorikası, göz əl koordinasiyası, diqqəti və məkan təsəvvürünü inkişaf etdirmək. Yəni, uşağın əli yazıya hazır olmalıdır. Biz bundan ötürü çalışmalıyıq ilk öncə. Yəni, baxırıq ki, bəzən indi bir çox problemlər ortalığa çıxır, disqrafiya kimi. Biz dəftəri götürürük, amma uşağın nə yazdığını oxuya bilmirik, anlaya bilmirik. Bunlar hamısı əvvəldə, bax, həmin bu təməlin düzgün qoyulmamasından, öncədən uşağın əlinə birbaşa qələmin verilməsindən önə çıxan belə deyək, problemlərdir. Yazıya hazırlıq üçün bu istiqamətlər var. Deməli, biz birinci başlamalıyıq incə motorikadan, yəni barmaq əzələlərinin güclənməsi. Bundan ötürü xüsusi əl hərəkətləri ola bilər. İndi mən irəliləyən dəqiqələrdə daha ətraflı danışacağım ki, bu incə motorikanı daha yaxşı necə inkişaf elətdirmək olar. Ümumi bir motorika, yəni çiyin, qol, biləklərin möhkəmlənməsi. Bundan ötürü fiziki hərəkətlər də çox vacibdir. Yəni, indiki az yaşlı uşaqlar adətən görürsünüz də, ümumiyyətlə, oyun mühitindən demək olar ki, biraz uzaqlaşırlar. Artıq oyun mühiti onlarda biraz fərqli cür qurulur. O da düşür mütəxəssislərin üzərinə. Biraz, savadlı valideyn olursa, biraz daha irəli düşüncəli, övladının qayğısına qalan bir valideyn olursa, o daha çox çalışır ki, uşaq fiziki hərəkətdə daha çox olsun. Çiyin, qol, bilək nə qədər hərəkətdə olarsa, o ümumi motorika nə qədər çox işləyərsə, o bizim, yenə də deyək, uşağın həm psixi, həm də fiziki sağlamlığının qaydasında olması deməkdir. Eyni zamanda da bunlar hamısı yazıya, oxuya, yəni mövzumuza daxil olmasa da riyazi bacarıqlar, məntiqi bacarıqlara böyük bir xeyri var, faydası var. Vizual motor koordinasiya, yəni gördüyünü əl hərəkəti ilə uyğunlaşdırmaq, kopyalama bacarığı, belə deyək də. Yəni gördüyü hər hansı bir xətti, fiquru kopyalama, buna lazım olacaq, məsələn, biz istifadə edə bilərik plastilinlər, daha sonra kəndirlə hər hansı bir çəkmələr, 3D qələmləri var. Yəni son illərin texnologiyalarından biridir. Həmin bu 3D qələmlər vasitəsilə uşağa vermək olar. Düzdür, indi o 3D qələmlər bilmirəm, aranızda tanış olanlar varsa, yəni elə də bu sıradan qələmlər kimi deyil, biraz qalındır, biraz da belə tapanca kimidir bəzi, yəni müxtəlif formalarda olur. Yəqin ki, tanışlığınız var. Yoxdursa da yenə də adını yazın, qeyd edeyim. Yəni o cür körpə uşaqlarla işləyə bilərsiniz, çox da xoşlarına gələcək. Həmin o 3D qələmlərlə, məsələn, istənilən fiquru siz ona kopyalatdıra bilərsiniz, şəklini çəkdirə bilərsiniz. Yəni, 3-4 yaşında uşağa biz başlamalıyıq rəngləmə,
kopyalama, daha sonra kiçik cizgilər, ştrixlər, bu şeylərdən başlaya bilərik. Rəngləmə də, yəni bəziləri deyir ki, elə şəkli çap edəcəm, verəcəm, qoyacam uşağın qarşısına, uşaq onu necə gəldi rəngləyəcək. Bəzən biz rəngləmələrinə baxırıq uşaqların, görürük belə qara, qura, yumru, belə kobud formada rəngləyirlər. Qaralayıb qoyurlar ora və yaxud da kənara çıxmalar olur. Ümumiyyətlə, o kənar sərhədləri gözləmədən kənara çıxmalara fikir vermirlər. Yəni biz uşağa rəngləmə verəndə onlara mütləq nəzarət etməliyik. Ən azından bir istiqamət vermək lazımdır ki, o kənarları, o sərhədləri kənara çıxmasın, xəttləri bir istiqamətdə rəngləyə bilsin. Bəzən də gəlir o qədər gözəl rəngləmə edən uşaqlar gəlir ki, artıq mən nəsə o ilkin konsultasiyada ona bir rəngləmə verəndə, məktəbə qədər şagirdləri qəbul edəndə, artıq bilirəm ki, uşağın gözəl yazısı olacaq. Çünki o rəngləyən zaman fiqurda heç bir kənara çıxmalar eləmir. Daha sonra uşağa biz nəyi öyrətməliyik? Yəni yazının təməlindən ötürü uşaq sağ, sol, yuxarı, aşağı anlayışlarını dərk etməlidir. Çünki biz dəftər üzərində yazanda sağdan sola, soldan sağa daha doğrusu üzr istəyirəm, yazırıq və yuxarıdan aşağı gəlirik, aşağıdan yuxarı bəzi hərflərin elementləri başlayır deyə. Yəni bu anlayışları dərk etməlidir. Bu anlayışları da yazıdan əvvəl öyrənməlidir, bilməlidir. Daha sonra biz ümumiyyətlə, yəni təbii ki, uşağa gəl bunu elə, gəl bunu elə desək, ona maraqsız gələcək. Təbii ki, bu qədər texnologiyanın içində, bu qədər telefon planşetin içində biz ona dəftər, karandaş, nə bilim, rəngləmələrlə artıq indiki nəslin marağını çəkmək qeyri-mümkündür. Yəni biraz da çətindir. Qeyri-mümkün deməyək də, biraz çətindir. Yəni əvvəlki illərə baxmış. Onun üçün də biz hansı yolları seçə bilərik? Təbii ki, praktiki oyunlar, daha sonra məşqlər, məsələn, plastilinlər verə bilərik, daha sonra iplər verə bilərik ki, onlar mumcuq düşsünlər. Hətta belə oyuncaqlar da var. İri kublar, dairələr. Həm bundan fiqurları öyrənə bilər, həm də motorika inkişaf edəcək. Deyək ki, məsələn, o cür imkan yoxdur, o xarici ölkələrdə o cür oyuncaqları sifariş edib gətizdirməyə və yaxud da düşünürsünüz ki, lazımsızdır. O zaman formalı, fiqurlu makaronlarla, biraz həvəsiniz, vaxtınız olsa, onu rəngləyə də bilərsiniz. Rəngarəng olanda uşağın da adı marağını çəkir. Və iplər verə bilərsiniz ki, həmin o makaronların içərisindən keçirsin. Çox gözəl bir oyundur, maraqlı uşaqların yəni marağına səbəb olur. Düymələr, düymə bağlama oyunları var. Bu cür oyuncaqlar da var. Yenə siz geyimlər üzərində də düymələrini açdırıb bağlatdıra bilərsiniz. Artıq 3-4 yaşında olan şagirdlər, uşaqlar, şagird deməyək, uşaqlar deyək, öz ayaqqabılarını açıb bağlamağı öyrənməlidir, düymələrini açıb bağlamağı öyrənməlidir. Daha sonra bəzi kiçik o ehtiyaclar var, onları özü etməyə bacarmalıdır. Yəni biz uşağı belə deyək də, yəni robot kimi idarə etməyə çalışarıqsa, təbii ki, onda heç bir qabiliyyət, bacarıq formalaşmayacaq. Biz ona kiçik, xırda, eləyə biləcəyi şeyləri etdirə bilərik. Məsələn, Montessori oyunları var. Həmin o Montessori oyunlarına balaca yumuşaq meyvələr verə bilərsiniz. Oyuncaq bıçaqlar var, oyuncaq bıçaq seti verə bilərsiniz ki, onu kəssin, doğrasın, qarışdırsın. Bunların hamısı, ümumiyyətlə bu oyuncaqların hamısı uşağın motorikasının inkişafına çox böyük xidmət edir. Və yaxud da kağız üzərində sadə xətlər çəkdirə bilərsiniz. Üfüqi xətlər, şaqili, yuxarıdan aşağı xətlər, üfüqi isə sağdan sola belə bu cür xətlərdir. Dalğalı xətlər çəkdirə bilərsiniz. Sulu boyayla, iri fırçalarla işlədə bilərsiniz ki, məsələn, hər hansı bir rəngləmə var, artıq uşaq karandaşdan sıxılır, sulu boya ona maraqlı gələcək. Sulu boya ilə də işləmək həm onun estetik zövqünü formalaşdıracaq, həm də bizə lazım olan əldir, barmaq uçlarıdır. Yəni, barmaq uçları əl nə qədər aktiv inkişaf edərsə, uşağın nitqi də o zaman gözəl olacaq, uşağın özünü ifadə etməsi, beyin də o zaman aktiv olacaq. Yəni, uşaq, yəni keçənlərdə belə bir söz oxumuşdum, barmaq ucları ilə öyrənir. Belə bir fikir var idi bu yaxınlarda. Yəni, bu yaxınlarda deməyək, bir xeyli uzun bir müddətdir. Yəni, bu fikir mənim artıq beynimdə bir yerdə ilişib qalıbdır ki, ən önəmli bir cümlə kimidir. Ona görə hər zaman dərslərimizə başlamamışdan əvvəl fərqi yoxdur artıq. Yaş qrupu neçə olur olsun, mütləq əl hərəkətləri ilə bağlı olan hər hansı bir
belə deyək ki, aktivlik eləyirik. Ondan sonra da artıq dərsimizə başlayırıq. Bundan ötürü kiçik xırda toplar var. Məsələn, ovucun içində bu şəkildə eləyə bilər. Yadıma gəlir ki, biz uşaq vaxtı düzdür, belə bu qədər indiki kimi oyuncaqlar çox deyildi, amma tez-tez xəmir yoğururdu anamız. O xəmiri həmişə yumrulayırdıq əlimizdə. Nə bilim, balaca-balaca özümüz üçün tortlar eləyirdik, peçenyelər hazırlayırdıq. Bütün günü əlimiz işləyirdi. Yəni, uşaqlara da bunu az da olsa vermək lazımdır. Təbii ki, nəzarət şərtləri altında. Daha sonra qum, duz və ya manna üzərində barmaqlarla cızma-qara etmək olar. Bunu mən qreçka, düyür, mərci üzərində də eləyərdim. Ya bunların hamısını bir yerə qatıb uşaqdan bunların üçünü də ayırmağı. İndi bilmirəm, 3-4 yaşlı uşaq nə qədər səbr eləyər. Balaca bir miqdar, az miqdarda götürə bilər sərəsindən bir yerə qatıb, sonra onları ayırmasını istəyə bilərsiniz ki, qreçkaları, Azərbaycanca desək, qarabaşaqları bir qaba yığsın, mərciləri bir qaba yığsın və düyüləri də ayrı bir qaba yığsın. Bu da çox gözəl bir fəaliyyətdir. Daha sonra nələr işlədə bilərsiniz uşaqlara? Labirintlər, nöqtələri birləşdirmə, yəni qırıq-qırıq xətləri birləşdirmə tapşırıqları etdirə bilərsiniz. Bununla da diqqəti formalaşır, göz-əl koordinasiyası birlikdə işləməyə başlayır və eyni zamanda da əl çalışmağa başlayır. Sadə kəsib yapışdırma işləri tapşıra bilərsiniz onlara. Sonra cırt-cırtlı vəsaitlər var. İndi hal-hazırda göstərə bilmirəm onları, amma yəni axtarış eləsəz internetdə də var, sifariş də eləyə bilərsiniz, özünüz də hazırlaya bilərsiniz. Əgər vaxtınız, həvəsiniz varsa, çox gözəl uşaqların faydasına yaramış olur. Bəs bizim, belə deyək, təməl qoymada səhv etdiklərimiz nədir? Yəni səhvlər, yanlış yanaşmalar hansılardır? Biraz da bunlarla bağlı danışmaq istəyirəm. Deməli, çox vaxt biz belə bir səhvlərlə rastlaşırıq, qarşılaşırıq ki, uşağı tez yazıya məcbur eləmək. Yəni, bu dəqiqə bunu yazmalısan, burada necə var, o cürdə yazmalısan. Əlbəttə ki, biz bu cür yanaşma ilə hansı şagirdə, hansı uşağa yanaşsaq, heç vaxt müsbət rəy almayacaq, müsbət bir nəticəsini görməyəcək. Ona görə də bundan bacardıqca uzaq, ümumiyyətlə bu cür yanaşmadan bacardıqca uzaq qaçmaq lazımdır. Əyləncəli, oyun halında, ya nə bilim, əvvəlcə hansısa bir A4 vərəqində bunu eləyə bilərsiniz ki, gəl, heç onun adını yazı qoymaya bilərsiniz. Başqa cür adlandıra bilərsiniz ki, gəl burada fiqurlar çəkək, gəl nəyin şəklini çəkək və ona müəyyən bir alışdırmalar eləyə bilərsiniz. Daha sonra ikinci bir yanlış addım odur ki, əlifba hərflərini öyrətməyə başlamaq. Yəni 3-4 yaşında əlifba hərflərindən yox, hansısa bir fiqurlardan, hansısa bir simvollardan başlamaq olar. Daha sonra təbii ki, 3-4 yaşındakı bir uşaq qələmi düzgün tutmayacaq. Biz onun qələm tutmasını zorla tələb etməməliyik, onu daha da çətinliyə, gərginliyə salmamalıyıq. Və eyni zamanda çox uzun və yorucu tapşırıqlar verməməliyik. Yəni, müəyyən qədər artıq 1-2 elementi yerinə yetirdiyi, artıq qalanı da sonraya saxlamaq olar. Ya sabahsı gün, ertəsi gün etdirmək olar. Hər gün biraz-biraz, yəni müddəti artırsanız daha effektiv olacaq. Yəni, birdən-birə uşağı hansısa bir, məsələn, deyək ki, plastilin xeyirlidir, bütün günü, yəni siz ona ancaq get plastilinlə işlə deməməlisiniz. Yəni, müəyyən bir müddət var. Zaten indiki körpə uşaqların diqqətinin müddəti çox azdır. Onlar bir şeydən tez sıxılırlar, tez yorulurlar. Ona görə də çox qısa-qısa edə biləcəyi şeylər rəngarəng və uşağı yormamaq şərtilə. Artıq gördünüz ki, yorulur, etmək istəmir. Təbii ki, burada artıq dəyişiklik etmək lazımdır. Və bir də uşağın marağını mütləq nəzərə almaq lazımdır ki, o ən çox nədən xoşu gəlir o uşağın. Məsələn, ola bilər ki, bir oğlan uşağıdır, maşınları daha çox sevir. Siz həmin o plastilindən götürüb, məsələn, maşınlar düzəldə bilərsiniz. Və yaxud da qumun üzərində gəl maşın çəkək, gəl təkərlərini çəkək, gəl pəncərəsini çəkək. Hər bir detalını ayrı-ayrı çəkdikdə artıq siz bir neçə fiquru işləmiş olacaqsınız. Və yaxud da deyək ki, bir qız uşağıdır, tutaq ki, şirniyyatları daha çox sevir, şirniyyat hazırlamağı sevir. Artıq o, yəni özü biləcək ki, nə hazırlayır, neyini, yəni bir balaca ona nəzarət lazımdır. Belə.
Bəs doğru yanaşma necə olardı? Doğru yanaşma artıq demək olar ki, bu barədə bir balaca məlumat verdim. Ən vacib olan ümumiyyətlə yazıya hazırlıq oyunudur. Yəni uşaq öyrənəndə əylənməlidir, həm də azad olmalıdır. Heç bir məcburiyyət hiss etməməlidir. Tapşırıqları qısa və maraqlı etmək lazımdır. Və hər bir cızma qarasını uşağın lap belə deyək də önəmsiz bir şey də olsa, ilk yazı kimi dəyərləndirib, yəni onu tərifləyib, həvəsləndirmək lazımdır. Adətən alqışlamaq daha çox xoş gəlir uşağa. Yəni alqışlamaq bir afərin sözü demək, yəni çox yaxşı təsir bağışlayır uşağa və özgüvənini artırır. O gələn dəfə daha çox, daha artığını etmək istəyəcək. Bu alqışı bir də qazansın, o afərin sözünü, o xoş sözləri bir daha eşitsin. Və eyni zamanda da biz müəllim olaraq valideynləri də prosesə cəlb etməliyik. Yəni bilirsiniz də biz o təhsil üçbucağında o üç bucaqdan biri öz rolunu ifa etməzsə, öz rolunu layiqincə aparmazsa, təbii ki, bizim o çabalarımız da boşuna getmiş olacaq. Deməli, nəticəmiz bizim nə olur? Nəticəmiz olur ki, yəni 3-4 yaşda yazıya hazırlıq hərfi öyrətmək deyil də, məqsəd uşağın əlini, beynini, diqqətini yazıya hazırlamaqdır. İndi gələk artıq 3-4 yaşından keçdikdən sonra gəlir bizim ən önəmli dövrlərimizdən biri. Bu da olur 4-5 yaş. Mən istəyirəm 4-5 yaşa keçməmişdən əvvəl bu 3-4 yaşla bağlı suallarınız varsa alaq. Burada rəyləriniz də var. Rəylərinizi də oxuyacağım. Hər vaxtınız xeyir olsun. Səsim gəlirdimi? Da yazıblar, biraz ucadan danışa bilərsinizmi? Ümid edirəm, mənə hər kəs yaxşı eşidirdi. Burada sual var. Tövrə xanım yazır. Tövrə xanım deyə yəqin ki adı. Sualı unutmamaq üçün yazıram. Dediklərinizin bir hissəsini daha kiçik uşaqla etsək nə olar? Yəni, pis heç nə baş verməz. Əksinə daha yaxşı olar ki, pis olmaz. Narahat olmayın. Daha kiçik uşaqlarla eləyə bilərsiniz. Daha kiçik uşaqlarla biraz böyük əşyalarla işləyin. Çalışın biraz iri əşyalar, topdur, nə bilim, daha sonra çox deyəsində oyuncaqlar çoxdur. Yəni, onların içərisində kiçik toplar, bir neçə, məsələn, nə deyirlər ona? Bowling deyirlər də, bowling. Hal-hazırda ağlıma gələn adı bowlingdir. Balaca uşaq üçün bowlinglər olur. Daha çox hərəkətdə olsalar, yəni daha yaxşı olar. Salam bir daha Aygün xanım, mən idim yazan. Bəli, buyurun. Mənim qızım 1 yaş 10 aylıqdır. Bu məsələn siz dediyiniz 5-6 yaş uşaq bacarıqlarını 3-4-də öyrənsək biraz çətin olur uşaq üçün. Nə bilim pis yazır filan kimi nəticələri olur da. Amma rəngləmə, boyama, qələmi düzgün tutmaq, o əşyaları bir-birindən seçib ayırmaq kimi tapşırıqları mən 1 yaş 10 aylıq qızıma öyrətmişəm. O ideal şəkildə qələmi əlində tutur və düzdür, ideal rəngləmir, amma tuta bilir yəni o formanı. Bu bacarıqların hamısını yavaş-yavaş aşılamışam ona. İnanırsınız 5-ə qədər saya bilir hətta artıq. Yəni onu belə tez öyrətməyimin bir əks təsiri ola bilərmi? Yox, heç bir əks təsiri yoxdur. Əksinə o uşağın belə deyək də daha yaxşı inkişafıdır. Yəni onu öyrənir və sevərək edirsən, nə gözəl. Yəni o özü kitab gətirir mənə ki, oxuyaq, öyrənək və s. çox marağı var. Mən də bunu itirmək istəməmişdim. Bəli, nə gözəl, nə gözəl. Artıq demək ki, siz onu təlimə daha tez adaptasiya edə biləcəksiniz, daha rahat olacaq sizin üçün. İstər 3-4 yaşda, istər məktəb dönəmində. Anladım, çox sağ olun cavabınız üçün. Buyurun, mən təşəkkür edirəm. Daha sonra burada bir dənə də sual var. 3-4 yaşlı uşağın neçə dəqiqə nə iləsə məşğul olmağı normaldır. Bu sualı biraz dəqiqləşdirsək daha yaxşı olar. Burada nə iləsə dedikdə nəyi nəzərdə tutursunuz? O nə iləsə, yəni çox şey ola bilər. Baxır ki, orada hansı fəaliyyət? Yəqin ki, bu faydalı fəaliyyətləri nəzərdə tutursunuz. Sualınızı zəhmət. Buyurun. Mən məsələn öz ixtisasım adından danışacağam. İbtidai sinif müəlliməsiyəm və avtomatik olaraq 3-4 yaş qrupunu görmürəm də.
Bəs biz onu tutaq ki, hansısa bir uşaqda olur, hər kəs bağçaya getmir, hər kəs bunlarla məşğul olmur. Necə bərpa eləyə bilərik yuxarı yaş, artıq məktəbdə belə deyim? Hı. Bəli, bu uşaqlar həmin etapı keçmədikdə məktəbdə mütləq ki, biz çətinliklə qarşılaşırıq. Yazı yazan ərəfədə, istəyir oxuyan ərəfədə, ya diqqətini cəlb etməkdə. Çünki uşaq hər hansı bir fəaliyyətlə məşğul olanda, ona əgər axıra kimi çatdırmır, yarımçıq qoyub gedirsə, o da bizim üçün bir problem yaradır. Nəyə görə? Çünki o digər fəaliyyətləri də o cür eləyəcək. Demək ki, o yazını da, oxunu da yarımçıq qoyub diqqəti gedəcək. Müəyyən qədər, yəni az-az alışdırmaq lazımdır, paralelində apara bilərik biz onu ki, məsələn, deyək ki, uşağın yazı qabiliyyəti yoxdur, hər kəs yazır, oxuyur, amma bir uşağın yazısı oxunaqlı deyil. Biz sinif müəllimi olaraq nə edə bilərik? Təbii ki, valideynlə əlaqəyə keçib, valideynə müəyyən göstərişlər verə bilərik. Yəni ki, uşağın yazısı ilə bağlı, yazısının düzəlməsi ilə bağlı evdə həmin bu fəaliyyətləri eləsin. Yəni araşdıranda görürük ki, onsuz da zaten yəni bu uşağın bağça fəaliyyəti olmuyor. Bağçada olmuyor. Müəyyən kəsib yapışdırmalar tapşıra bilərik. Texnologiya işlərini özünün görməsinə yəni çalışmalıyıq. Yəqin ki, indi yəni sinifdə artıq bildiyim, tanıdığım bir çox müəllimlər artıq sinifdə o digər fənləri belə deyək də artıq tədris eləyirlər. Bir zamanlar tədris olunmurdu o fənlər. Texnologiyadır, musiqidir, nə bilim, fiziki tərbiyədir. Yəni mütləq bu fənlərin tədrisinə zaman ayrılmalıdır. Yəni sinifdə hər kəs riyaziyyatçı olmayacaq, hər kəs dilçi olmayacaq. Olacaq ki, o siniflərdən yaxşı musiqiçilər də çıxacaq, yaxşı əl işləri bacaranlar çıxacaq. Ona görə də mütləq bu fənlərə zaman ayrılmalıdır. Eləcə də uşaqların da hər birinin həyatında və yaxud da siz nələr tapşıra bilərsiniz? Tutaq ki, bugün mövzumuz deyək ki, hər hansı bir payız meyvələridir. O uşaq hər hansısa bir səbət hazırlaya bilər, payız meyvələrindən ibarət olan, amma özü hazırlamalıdır. Təbii ki, valideynin nəzarəti ilə özü hər hansısa bir iş tapşıra bilərik ki, yəni onu hazırlasın. Belə qısa, xırda, konkret tapşırıqları eləyərək, yəni o müəyyən qədər əl fəaliyyətini bərpa eləyə bilər. Aygün xanım, bəs paralel olaraq məsələn birinci sinifdə uşağın yazısı pisdir. Mən bu 3-4 yaş oyunlarını, fəaliyyətlərini, rəngləmədir, topu əlində tutmaq, plastilin kimi işləri evdə paralel o uşağa yönləndirsəm bir faydasını görərəmmi? Bəli, əlbəttə, çox görəcəksiniz faydasını. Əgər bu kimi şeylərdə fayda olmayacaqsa, mütləq mütəxəssisə müraciət eləmək lazımdır. Yəni olur ki, uşaq bağçaya da gedib, yəni belə bir hallarda olur. Bağçaya da gedib, bu fəaliyyətləri də edib, amma yazısı düzəlmir. Yəni, hansısa bir psixoloji bir səbəb var, ola bilər ortalıqda. Ona görə də mütləq bir psixoloqa görünmək lazımdır ki, yəni görək o şagirdin yazısı nəyə görə yerində deyil. Adətən o cür uşaqlarda yazı yerində olmayanda öyrənmə çətinliyi də müşahidə olunur. Yəni bir yerdə onlar da müşahidə olunur. Onun üçün yəni o paralelində apardığımız işlər heç nəyə kömək etmədikdə artıq mütləq bir mütəxəssisə müraciət etməyiniz tövsiyə olunur. Çox sağ olun bir daha. Buyurun, siz sağ olun, mən təşəkkür edirəm. Burada sualın davamı gəldi, dəqiqləşdirdilər ki, yazı yazmaq, şəkil çəkmək, rəngləmək. Neçə dəqiqə, yəni nə qədər zövq alaraq eləyirsə o qədər. İndi hər uşaqda müəyyən qədərdir. Başlaya bilərsiniz, məsələn, 5 dəqiqədən, uşaq artıq görürsünüz ki, 5 dəqiqə elədi və sıxıldı. Yəni, davamını artıq məcbur etməyin, onun buna bir məcburiyyəti yoxdur. Amma mütləq müəyyən qədər də olsa, 1 dəqiqə də olsa eləsin. Gələn dəfə artırın artıq, gələn dəfə çalışın ki, 2 dəqiqə qalsın o rəngləmənin üzərində, növbəti gün 3 dəqiqə. Belə hər gün biraz artırın, artıq özü də adaptasiya olduqca artıq durmaq istəməyəcək, istəyəcək ki, onu bitirsin, sonra dursun. Yəni o şəklin son halını özü də görmək istəyəcək ki, görün bunun hamısını rəngləyəndə bu şəkil necə olacaq? Yəni o da təbii ki, bir balaca yaş artdıqca, düşündükcə, o yaşa dolduqca bu cür düşüncələrə gəlir, çıxır o uşaq. O zaman özünə də maraqlı olacaq ki, görəsən mən bunu necə bacaracam? Ona görə də lap təzə başlayanda uşağı sıxmaq lazım deyil. Çünki biz onu əvvəldən sıxarıqsa, uşaq təbii ki, o işdən xoşu gəlməyəcək. Onu sıxıcı, gərgin, yəni xoşa gəlməz bir iş kimi qəbul edəcək və heç cür siz onu başqa fəaliyyətlərə də cəlb edə bilməyəcəksiniz. Belə. Sualınız yoxdursa, mən istəyirəm növbəti hissəmizə keçək. 5-6 yaş dönəmində bəs biz nə edə bilərik?
Ondan danışmaq istəyirəm. Sualımız yoxdur. Yaxşı, o zaman davam eləyək, keçək 5-6 yaş dönəmi. Bəs biz deyək ki, həmin bu 3-4 yaşı keçdik. 3-4 yaş dönəmini bitirdik. Artıq müəyyən bir əl motorikamız inkişaf elədi. Artıq biz qələm tuta bilirik, karandaşı düzgün tuta bilirik. Bir də onu deyim ki, yadımdan çıxmamış. Rəngləmə dönəmində mütləq fikir verməliyik ki, o karandaşı düzdür, o necə gəldi tutacaq. Məsələn, gəlin mən kamerada göstərim. Baxın, bu şəkildə tuta bilər qələmi. Sonra 3 barmaqla, 5, nə bilim, 4 barmaqla belə bu şəkildə tuta bilər. Hər cür görə bilərsiniz də. Yəni, çünki ilk dəfə də əlinə qələm alır və sağ əlində, sol əlində siz bilməyəcəksiniz ki, o hansı əllə rəngləyəcək, hansı əllə yazacaq və yaxud da qaşıq tutanda baxa bilərsiniz ki, o sağ əllidir, yoxsa sol əllidir. Buradan başqa bir önəmli məsələ çıxır. Yəni, əgər görürsünüz ki, uşaq sol əli ilə daha rahat işləyir, onu qətiyyən sağ ələ keçirməyə tələsməyin, cəhd göstərməyin. O özü seçimini edəcək ki, ona hansı əl rahatdır və o əllə də yazacaq. Bəzən mənim rastıma çıxır ki, yox. Müəllimlər tapşırırlar valideynə ki, mütləq sol əllidir, onu sağ ələ keçir, mənə çətindir. Yəni, müəllimin ümumiyyətlə uşağın əlindən tutub yazdırmaq kimi bir məcburiyyəti yoxdur. O özü zamanla artıq o əl formalaşanda, uşaq sağdan da, soldan da özü bildiyi kimi, yəni özü belə deyək də, qaydasını tapıb yazacaq. Və çox da gözəl yazırlar. Yəni, sol əlli mənim neçə şagirdim var hal-hazırda bu dəqiqə. Çox da qəşəng imla yazırlar, çox da qəşəng müsbət işləyirlər. Yəni, heç qətiyyən də onu sağ ələ keçirtməyə düşünmürəm. Yəni, o artıq bu cür formalaşıb, bu cür ona rahatdır. Qətiyyən biz orada heç bir dəyişiklik etmirik. Gəldik 5-6 yaşa. 5-6 yaşda isə biz artıq təbii ki, başlamalıyıq müəyyən bir elementləri artıq bilirdi, cizgili xətləri birləşdirməyi bilirdi, bəzi fiqurlar çəkə bilirdi, böyük formada və yaxud da o xətləri olmayan dəftərdə. Və indi isə yazı səliqəsini formalaşdırmağa çalışmalıyıq. Artıq bizim fokusumuz səliqəni, bacarığı, xət duyumunu və əl motorikasını inkişaf etdirməkdir. Yəni, hansı ki biz formalaşdırmışdıq, artıq təməlini qoymuşduq, onu biraz da daha inkişaf etdirəcək. Yazı səliqəsi formalaşacaq. Daha sonra niyə xəttin gözəlliyi vacibdir? Düşüncəni kağıza köçürərkən və biz də onu oxuyarkən oxunaqlı olacaq və bu nə qədər gözəl yazacaqsa, o qədər inan və özünə güvəni artacaq. Yəni, baxacaq, özü də baxacaq ki, artıq hər bir şey qaydasındadır. Var, xüsusilə, yəni qruplarımda gözəl yazısı olan uşaqların ümumiyyətlə öz güvənini, necə rahat olduqlarını hər zaman hiss eləmək mümkündür. Bilmirəm, aramızda müəllimlər var. Yəqin ki, onlar da o uşaqlardakı həmin o inamı, öz güvəni seziblər, seçiblər digərlərini. Ümumiyyətlə, gözəl xət yalnız estetik olması deyil. Ümumiyyətlə, uşağın fikrini aydın yazmasına, təhsildə uğurlu olmasına, özünə güvən qazanmasına, fikirlərini daha yaxşı ifadə etməsinə şərait yaradır. Əsas təməl qaydalar nədir? Ümumiyyətlə, biz yazı yazarkən nələrə diqqət etməliyik? Ən vacib nüanslardır. Bunlar olmazsa olmaz. Birinci növbədə düzgün oturma qaydası. Məsələn, ola bilər ki, xüsusilə evdə, düzdür, biz məktəbdə bundan çox rastlaşmırıq. Məktəbdə adətən şagirdlər normal otururlar. Bu cəmiyyət elə bir, yəni ciddiyyəti onları elə bir halda saxlayır ki, onlar məktəbdə normal əyləşə bilirlər. Amma ev mühitində, digər mühitlərdə durduğumuz dərslərdə görürük ki, məsələn, elə oturublar ki, məsələn, ayağı yerdə deyil. Çünki dizdən aşağı ayaq yerdə olmalıdır, amma ayaq yerdə deyil, stolun üstündədir və yaxud da qatlanmış vəziyyətdə oturub. Və yaxud da belini əyri tutub, qaməti əyridir. Və yaxud da yazı yazarkən göz dəftərlə çox yaxındır, ara məsafəsi çox yaxındır. Qələmi tutması doğru deyil. Hansı ki, qələm tutmanı artıq o 5-6 yaşa qədər artıq öyrənməliydim. Sonra xətt istiqamətinə baxacaq ki, xətt istiqaməti necədir? Soldan sağa doğru, yuxarıdan aşağıya doğru xətləri çəkməliyik. Bəzi də dairəvi elementlərdə isə uşaqlarda müşahidə edirik ki, saat əqrəbi istiqamətində çəkirlər dairələri. Bunu da dərhal qarşısını alıb, saat əqrəbinin əksi istiqamətində yazdırmağa, çəkdirməyə çalışacaq.
ən sadələrdən başlayacaq. Yəni uşağın bacardığı şeylərdən başlayıb, bacarmadıqlarını da müəyyən yüngül keçidlər edərək yəni keçməliyik. Birdən-birə ən çətin, ən edilə bilməz şeylərdən başlamayacaq. Deməli, əvvəlcə biz nəyi öyrətdik? Düzgün oturma, qələm tutma qaydaları və uşaq düzgün oturmasa, nə qədər məşq eləsə də xətt gözəl alınmayacaq, yazısı gözəl olmayacaq. Xətt istiqamətini də addım-addım göstərmək lazımdır. Daha sonra əl motorikasını inkişaf etdirən oyunlar yenə 5-6 yaşda da önəmlidir. Bu zaman nə edəcəyik? Bu zaman yenə də barmaq oyunlarından istifadə edəcəyik. Məsələn, bəzən elə olmuşdu ki, biz yazı yazarkən uşağın, şagirdin əli yorulmuşdu və mənə bildirdi ki, müəllimə, artıq yorulmuşam. Mən bunun qalanını evdə yazsam olarmı? Amma elə bir uşaq idi ki, evdə də yazını ona zorla yazdırırdılar. Biz ondan, deməli, həmin o barmaq oyununu mahnı quraraq yəni elədik. Məsələn, əlimi qoydum stula, onun da əlini stula qoymasını xahiş elədim və başladım mahnı oxumağa. Baxdım ki, uşağın da xoşuna gəlir. Çünki dərs mühitindən uzaqlaşmışıq, axı artıq kitab, dəftər, qələmi qoymuşuq bir kənara, mahnı oxuyuruq. Əlbəttə, hər birinin xoşuna gələcək. Bütün barmaqlarımız masanın üzərində və yalnız çeçələ barmağı, yəni bu xırda barmağı masadan heç bir kömək olmadan qaldırmaq. İndi əgər qarşınızda masa varsa, indi mən sizi görmürəm, qarşınızda masa varsa bunu özünüz üçün eləyə bilərsiniz. Belə məşqləri eləyin və yaxud da qarşınızda yanınızda uşaqlar varsa elətdirə bilərsiniz. Çeçələ barmaqları qaldırır. Düzdür, mən desəm ki, belə elə, ona maraqsız gələcək. Mən başladım mahnı ilə oxumağa. Adını qoydum balaca bacı, axı barmaqlarımızın ən kiçiyidir bu. Çağırmağa başladım ki, balaca bacı, oyan, oyan, necə istəsəz də, yəni bu musiqisi sizdən asılıdır. Mən də həmin vaxtda, yəni tamamilə heç ağlımda olmayan bir musiqi ilə başladım çağırmağa, bir-bir barmaqlara adlar qoyub, bacılar deyərək çağırmağa. Daha sonra ikinci bacı, onun yanındakı barmağımız, üzük taxdığımız barmağı. Hər birini yerdə qoyuram, heç birini qaldırmıram və ikinci barmağı qaldırmağa çalışıram yerdən. Təbii ki, biraz çətinlik çəkilir. Mən o zaman əlimlə tuturam digər barmaqları və o qaldırırdı. Həmin o musiqinin sədaları altında həmin o barmağı biz çağırırdıq. Özünə də çağırtdırdı. Deyirdim ki, çağırsın. Yəni, ikinci bacını çağıraq. Çağırdıqca, o əlini qaldırdıqca özünə də xoş gəlir ki, mən çağırıram, oradan barmaqlar oyanır. Və belə-belə bütün barmaqları biz çöldən içəriyə, içərdən çölə doğru bir belə yəni dairəvi formada hərəkət elətdirirdik. Digər başqa oyunlar da vardı. Digər başqa oyunlarda, məsələn, əlləri çiyinə qoyaraq bir-bir barmaqların hamısını qoyub götürmək və yaxud da əllər qulaqda, əllər burunda, belə-belə oyunlarımız var idi. Sağ əlinlə sol qulaq, sol əlinlə sağ qulaq, sağ əlinlə sağ qaş, belə bu şəkildə oyunlar oynayaraq bir balaca, yəni o yorulan vaxtda biz bu məşqləri belə deyək etməklə həm motorika, həm də yorğunluq aradan qalxır, həm də uşağı çox sıxmırıq, belə deyək. Daha sonra burada yenə də plastilin belə deyək, lazım olur. Siz əgər məktəbdə 5 yaşlı sinif götürmüsünüzsə, Nolavoy deyirlər. Həmin o 0-cı siniflərdə mütləq bütün hərfləri plastilinlə düzəltmək var. Çox faydalıdır. Həm plastilin üzərində, həm də onu kağızı yaparaq eləmək, yəni düzəltdikdən sonra kağızın üzərinə yapışdırmaq çox gözəl əlləri işlədir. Həm hərfi tanıyır o zaman, həm də əllər yenə də inkişaf edir. Kağızları qatlama, cırma, hələ mənim yadıma gəlir ki, uşaq vaxtı biz kağızları qatlayırdıq, müəyyən yerlərdən qayçı ilə kəsirdik, həm dairəvi, həm üçbucaq kimi fiqurlar kəsirdik bəzi yerlərdən. Sonra onu açanda qar dənəsi kimi bir maraqlı bir kompozisiya alınırdı. Bu kimi çalışmalarda eləyə bilərlər, xoşları gələcək uşaqların. Daha sonra yenə muncuq düzmək haqqında danışdıq. 5-6 yaşda da həmin bu muncuq düzmə, makaron, o dediyim oyuncaqlardan da alıb yenidən davam elətdirə bilərsiniz.
Yəni yazıya başlamazdan əvvəl mütləq orqanizma. Biz birinci orqanizmanı hazırlamalıyıq. Bədən buna hazır olmalıdır, beyin buna hazır olmalıdır. Bunun üçün də ən yaxşı vasitə oyunlar, oyuncaqlardır. Daha sonra biz başlamalıyıq yenə də ən birinci hərflərdən yox, xətt məşqlərindən. Yenə də başlayırıq. Düz xətlər, əyri xətlər, dalğalı xətlər, qırıq xətlər, spirallar yaza bilərik, dairələr yaza bilərik. Əslində bunlar mənim xətt təlimi materialımın içində hər biri var, hər biri yer alır. Amma mən bugün belə deyək də təlimin bir hissəsi olduğu üçün bunları burada nümayiş elətdirə bilmirəm. Amma materialımın içində verəcəyim materialların içərisində hər birində bunlar var. Sonra nöqtələri birləşdirmə tapşırıqları. Bunların hər biri, yəni yazıya başlamazdan əvvəl dəftərdə, əvvəlcə A4-də, daha sonra isə dəftərdə mütləq aparılmalı olan fəaliyyətlərdir. Daha sonra şəkil və xətt oyunları. Məsələn, hansısa bir elementi götürüb, deyək ki, balıq, qırıq-qırıq xətlər çəkə bilərsiniz, bir oyuncaq götürə bilərsiniz, nə bilim, pozan olsun, balıq olsun, nə bilim, balaca bir top olsun. Topu həmin o xətt üzərində aparır, gətirir. Və yaxud da qələmlə eləyə bilərsiniz, zigzag formalar çəkə bilərsiniz, həmin o elementlərlə. Kompüterdə özünüz də yığa bilərsiniz. Canvada yığmaq mümkündür. Yenə də, yəni proqramlar çoxdur. Yenə də kimin nə çətinliyi olsa müraciət edə bilər. Təlimdən sonra da, yəni yəqin ki, burada əlaqə nömrəsi və ya səhifələr göstəriləcək. Mütləq əlaqə yaradıb, hər hansı bir çətinliyiniz varsa, təlimdən sonra da istəyə bilərsiniz. Yəni 5-6 yaşdan ötürü sadə tapşırıqlar artıq darıxdırıcı olacaq. Ona görə də eyni xətti, yəni oyun formasına verəndə uşaqlar çox böyük maraqla yerinə yetirəcəklər. Gələk böyük və kiçik hərfləri bəs necə öyrədək, nə zaman öyrədək? Təbii ki, biz bu xətləri öyrətdikdən sonra artıq onlar bu spiral, dalğavari, əyri, zigzag formasında xətləri çəkə bildikdən sonra artıq kiçik hərflərdən başlayacaq. Kiçik hərfləri yazdıqdan sonra bir kiçik, bir böyük, bir kiçik, bir böyük bu formada yəni biz onu öyrədəcəyik. Təbii ki, əvvəlcə elementləri sətrin için tanımalıdır. Bəzən görürsünüz ki, hərfi bilir uşaq, amma sətrin içində o tuzdura bilmir və yaxud da sətirdən kənara çıxır. Ya deyək ki, istiqaməti düzgün tuta bilmir. Hərflər, yazı bu formadadır. Yəni sola doğru aşır. Yəni normalda yazı bir balaca sağa doğru mail olmalıdır, amma uşağın yazısı sola doğru aşır hərfləri, yəni o tərəfə meylləndiribdir. Bunların hər birini yəni görüb aradan qaldırmaq yəni elə də çətin bir şey deyil. Hər bir şey insan əlindədir, hər bir şey mümkündür. Özümüzü əvvəlcə buna inandırmalıyıq. Ondan sonrası isə asandır. Yəni siz buna inananda şagirdiniz də buna inanacaq və bundan ötürü addım atmağa başlayacaq. Belə. Daha sonra səliqəli vərdişlərdən artıq danışdıq. Dedik ki, xəttdən kənara çıxmayacağıq, abzasları tanıyacağıq və yavaş-yavaş yazacağıq. Biz uşaqdan yenə də dediyim kimi, necə ki 3-4 yaş dönəmində tez-tez yazmağını tələb edə bilmərik. Bu yaş dönəmində də 5-6 yaşda da biz deyə bilmərik ki, tez ol, tez ol, tez ol. Ümumiyyətlə, yəni tez ol sözünü uşağa deyəndə bilirsiniz də, yəni müəyyən bir gərginliyə düşür, stres keçirir, həyəcanlanır, ürək döyüntüsü artır və bildiyini, yaxşı eləyə biləcəyi şeyi də pis formada eləyir, ortalığa çıxarır. Ona görə də qətiyyən bu sözü işlətməyəcək. Yəni yavaş-yavaş çox rahat olmalıdır ki, yazısı gözəl, anlansın, səliqəli olsun. Yəni biz uşağa sürətli yazmaq yox, səliqəli yazmaq, diqqətlə yazmağı öyrədəcəyik. Yəni xəttdən kənara çıxmamaq, abzasdan başlamaq və bu vərdişi hər zaman gözləmək, hər zaman qorumaq vacibdir. Sonra deməli bizdən yəni artıq təlimimizin sonuna yaxınlaşırıq. Gəldiyimiz nəticə nədir? Gəldiyimiz nəticə odur ki, öncə ən vacib bizim birinci işimiz əl motorikasını gücləndirməkdir, xətt məşqlərini etməkdir, sonra hərəkət bacarıqlarını mütləq inkişaf etdirməkdir, bir də oyun və əyləncə ilə öyrətməkdir. Bu qədər. Mənim 5-6 yaş dönəmi ilə bağlı deyəcəyim məlumatlar da bu qədərdir.
Daha sonra gələk yenə sizin suallarınıza. Əvvəlcə burada yazılanları oxuyacağım, daha sonra səsli kimin sualı varsa, kimə nə aydın deyilsə bildirə bilər. Burada Törə xanım daha bir sual verir ki, hər kəsdə gözəl xətt olmalıdırmı? Gözəl deməyək, oxunaqlı yazı hər kəsdə olmalıdır. Əgər bir yazını ki, biz baxırıq və oxuya bilmirik, anlamaq çətindir, o zaman bəli, ondan ötürü narahat olmalıyıq. Amma yəni xəttin %100 gözəl, göz oxşayan olması vacib deyil. Belə bir standart heç harda yoxdur. Yəni hal-hazırda ölkəmizdə yoxdur. Yəni mütləq xətt göz oxşayan olmalıdır. Bəli, hər kəs istəyər, amma belə bir norma yoxdur. Yəni bilirsiniz ki, tələbatlar, normalar, minimal tələblər qoyulur şagirdin qarşısına ki, yəni oxunaqlı olsun. Əlbəttə gözəl olsa nə gözəl. Bu hər birimizə xoş gələr ki, dəftərə baxanda dincələrik. Burada bir sual var, Qasımova Ülker tərəfindən ünvanlanıb. Mənim qızım 5 yaş yarımdır. Məktəbə qarşı fobiyası olduğunu düşünürəm. Bağçaya da getməyib. Nə edə bilərəm? Ümumiyyətlə, məktəbə aparmısınızmı? Səsinizi aça bilirsiniz Ülker xanım? Hər vaxtınız xeyir olsun. Xeyr. Xeyr, məktəbə aparmamışam, amma 4-5 yaşından bağçaya aparmağa cəhd göstərmişəm bir neçə dəfə. Amma hər dəfəsində belə deyək də ağlayıb, getmək istəməyib, mən təkid eləsəm də o qarşı durub və mən artıq yəni təkid eləyə bilməmişəm də. Hətta bu yaxınlarda yenə də bağçanın elə bil 5-6 yaşını aparmaq istədim, özəl bağçaydı. Bir təsəvvür eləyin 10 gün, bir həftə biz yarım saatlıq, 1 saatlıq səhər saatlarında getdik ki, görək içəridə qala biləcək yoxsa yox. Mən yəni özüm də müəlliməm. Ona rəngli qələmlər aldım, dəftər aldım ki, sən orada sadəcə uşaqlara qarışmadan müəlliməsinə də tapşırdım. Sadəcə otursun bir qıraqda, ünsiyyət saxlamasın, onunla da heç kəs ünsiyyət saxlamasın. Amma o içəri girdi və mən koridorda gözlürdüm. Girdi və girəndən sonra qışqıra-qışqıra çölə çıxdı ki, yox, burada çox uşaq var, mən burada otura bilməyəcəm. Onlar qışqıracaqlar, səs salacaqlar, dedikləri də budur, yəni mənə dedikləri budur. Və yəni gedib gəlməyimizin də bir mənası olmadı. Bir həftə belə getdik, gəldik, heç nə alınmadı, geri qayıtdıq. Yəni indi artıq 5 yaşlarımdır və mən onu gələn 1-ci sinifə mütləq qoymalıyam. Ona görə fikirləşirəm ki, nə edə bilərəm də. Aydındır sualınız. Bəs həmin dönəmdə siz gedib onunla bərabər içəridə biraz qalmağa, yəni Bəli. Elədim. Biz 10 günə yaxın getdik. Mən içəridə də əyləşdim. Amma o məsələn müəllim ona nəsə deyirsə cavab vermirdi. Ümumiyyətlə mənim yanımdan, yəni durduğum yerdə mənim mövqeyimdən aralı durmurdu. Və heç kəslə də ünsiyyət saxlamırdı və gedək, buradan gedək, evə gedək, bu tipli şeylər. Aydındır. Aydındır. Yaxşı olardı ki, bir mütəxəssisə göstərəsiniz. Əgər 10 gün ərzində o adaptasiya dönəmini keçməyibsə, yəni uyğunlaşmayıbsa, yəni normalda bir həftə, 10 gün ərzində artıq uyğunlaşmalıdır. Yəni valideyn, məsələn, hər hansı bir bəhanə ilə su götürmək və yaxud da nə bilim, əlini yumaq bəhanəsi ilə bir çölə çıxanda bir uşağın reaksiyasını yoxlamaq olardı ki, görək necədir. Əgər bu hallara... Eləmişəm, mən onu elədim. Oradakı bağçada olan dayələr də mənə məsləhət görür ki, siz məsələn 5 dəqiqə gedin, çantanızdan nəsə gətirirsiniz ya çöl. Belə, yəni məndən qabaq gəlirdi. Aydındır, bəli. Yəni buraxmırdı. Psixoloq aparmışam, 4 yaşında olanda psixoloq aparmışam. Onlar elə, yəni mənə ciddi bir narahatçılıqdan bəhs eləməyiblər ki, hər hansı bir tutaq ki, autikdir və yaxud da nəsə başqa bir xəstəliyi var. Xeyr. Tam normal uşaqdır. Yəni 2 yaşında o sərbəst danışırdı. İngilis dilində şeirlər oxuyurdu, mahnılar oxuyurdu. Ona qədər saya bilirdi. Bütün rəngləri, heyvanları tanıyırdı, hərfləri tanıyırdı. Sadəcə belə deyim də, tədricən uşaqlardan ümumiyyətlə çox uzaqdır. Yəni öz yaşıdları ilə ünsiyyətdə qurmaq istəmir. 2 dənə cəmi rəfiqəsi var. Yəni biz həyətə belə zorla düşürük ondan ki, yəni gedək həyətdə oynayaq və yaxud da parka gedək oynayaq. O heç kəslə oynamaq istəmir. Parka da gedəndə tək oynamaq istəyir. Aydındır. Ola bilər ki, asosial bir uşaqdır. Ümumiyyətlə evdə bacı qardaşı varmı? Var. 2 yaşlı qardaşı var. Onunla da oynamır. Oynayanda oynayırlar. Yox, evdə oynayırlar. Ona qarşı çox həssasdır. Onu çox qoruyur, onu çox sevir. Ona qarşı çox qayğı keçdi.
Yəni belə deyim, onsuz da çöldəki uşaqlara da qarşı belə aqressiyası yoxdur. Sadəcə ünsiyyət saxlamaq istəmir onlarla. Aydın, aydın. Yəni mən Ünsiyyət hansı bacarıqlarını formalaşdırmaq lazımdır. Bir də müəyyən qədər biraz adaptasiya eləmək lazımdır həyata. Lap həyata da çıxarsanız, yəni çalışın uşaq olan yerə. Çox uşaq yox, zaten çox uşaq sevmir, çox adam sevmir. Az, məsələn, bir hər dəfə çıxanda, məsələn, yeni bir uşaqla tanış olsa, bəlkə müəyyən qədər onunla söhbətlər apararaq, yəni, məsələn, bugün yeni tanış olduğu uşaq barəsində evdə söhbət apara bilərsiniz ki, necə idi, də müzakirə edə bilərsiniz müəyyən bəzi şeyləri. Oynamaq qaydalarını, yəni müzakirə deyərkən ki, nəyi necə oynayardın, gələn dəfə onunla rastlaşsan necə oynayarsan və s. belə bu tipli söhbətlər apara bilərsiniz ki, müəyyən qədər fikir formalaşsın da ki, yəni ətraf mühit var, sosiallaşmalıdır, bir çevrəsi olacaq. Yəni bu sosiallaşmasa biraz çətin olacaq ona. Çünki öyrəşib sizə, o sizi və qardaşını normal qəbul edir. Ünsiyyət quracaq arasında verir. Amma başqa digərlərini artıq yəni ünsiyyətin kənarında hiss edir. Onun üçün də... Mən sözünüzü kəsirəm, üzr istəyirəm. Oktyabrda indi Umayı müəllim yanına qoyacağam. Ödənişli də artıq onu məktəb götürmür, məktəbə hazırlıq qrupu yaşı keçib deyə. Yəni mən bilmək istəyirəm, o məsələn oktyabra qədər, mən onu noyabra qədər də uzada bilərəm. Sadəcə o dönəmdə onu alışdırmaq üçün nə edim, necə edim, yəni ki, biz gedək orada da o bağçadakı faciəni yaşayıb geri qayıtmayaq. Müəyyən qədər, yenə də deyirəm, böyük qrupların içərisinə yox, öncə fərdi başlaya bilərsiniz. Daha sonra, məsələn, görsəz ki, artıq müəllimə adaptasiya olub, müəllim ora bir-bir, yəni uşaqları dəvət edə bilər. Məsələn, iki nəfər, daha sonra 3 nəfərlik qrup, belə-belə yəni qrupların sayını tədricən artıra bilərsiniz. Bəs psixoloqa getməyi məsləhət görürsünüz? Təbii ki, bəli. Yəni burada artıq o sosiallaşmağa kömək edəcək, bəli, sizə bir mütəxəssis də lazımdır. Siz belə deyək də, bu işlə məşğulsuz yoxsa? Mən psixoloq kimi fəaliyyət göstərmirəm, mən psixopedaqoq kimi. Yəni mən dərslərimdə psixoloji metodları tətbiq edirəm, belə deyək. Yəni mən uşaqlara götürüm, seans keçim, yəni bu fəaliyyətlə məşğul deyiləm. Sadəcə çətin öyrənən uşaqları, belə deyək, motivasiya edərək, oyun, əyləncəli, psixoloji metodlarla, yəni o psixoloji ruhunu duyub, belə deyək də, yəni loru dildə, başa düşəcəyiniz dildə, ona uyğun dərsimi planlayıram, dərsimi, öyrətməni o cür qururam, belə deyək. Yəni əslində, yəni müəllimdir, mənim peşəm müəllimdir. Sadəcə, yəni sıradan müəllim deyil, belə deyək, uşağın ruhunu duyub, ona uyğun, ona lazım olanı verən bir müəllim, belə deyək. Amma psixoloq təbii ki, mənim işimi görə bilməz, mən də psixoloqun işini görmürəm. Belə deyim də, yəni açılıq. Çox sağ olun, diqqətinizə görə minnətdaram. Sağ olun, Ülkət xanım, buyurun. Uğurlar arzu edirəm, inşallah yaxşı olar. Sizdə övladınızın, belə deyək, sosiallaşmasını, onun sağlam təhsil alması üçün lazım olan hər bir şeyi zamanında inşallah ki, etmiş olarsınız. O da bizim cəmiyyətə layiqli bir vətəndaş kimi, layiqli sosial bir, belə deyək, varlıq kimi qazanarıq ondan inşallah. Sonra Zəhra xanım burada yazır, təhsil alanlar yazıya qarşı məsuliyyətli yanaşmırlar. Ümumiyyətlə, gəlin biz burada təhsil alanları günahlandırmayaq. Onlar çünki az yaşlıdır, uşaqdılar. Təbii ki, həyatı hələ biz gözlədiyimiz kimi dərk etmirlər. Ona görə də yəni burada məsuliyyət bizdə olmalıdır. O məsuliyyəti də, o təhsil alanlardan gözlədiyimiz məsuliyyəti də biz onlarda yavaş-yavaş formalaşdıracaq. Birdən-birə təbii ki, o deyir, belə bir məşhur insan var, Moskva birdən-birə qurulmayıb. Təbii ki, biz də uşaqları birdən-birə o şəkildə görə bilməyəcək qarşımızda, əlbəttə ki. Əgər uşaq yaza bilmirsə, nə etmək olar? Belə bir sual var. Uşaq yaza bilmirsə, biz elə təlimimiz ondan ötürü idi ki, uşaq yaza bilməsi üçün biz nələr edəyək? Bu zamana qədər biz elə bunlardan danışdıq. Bilmirəm, təlimimizə sonradan mı qatıldınız, yoxsa əvvəldən mi dinləyirdiniz? Mütləq mütəxəssis göstərmək lazımdır. Bəli, bu seçici mutizmin əlamətləri deyil ki, ola bilər, bəli, psixoloqlarımız daha yaxşı fikir bildirə bilər. Təşəkkür edirəm mən də sizə. Gec qatılmışsınız. Aha, səhv etmirəmsə,
Bizim görüşümüz qeyd olunur, yaddaşda qalacaq. Yəqin ki, Fatimə xanım məsləhət görərsə paylaşacaq. O zaman xahiş edirik ki, təkrardan izləyəsiniz. Əlavə başqa sualı olan varmı? Telegram kanalında paylaşılacaq. Nə gözəl. Yəqin ki, linki qrupa atılacaq. O zaman yəni qrupda qalın, qrupu izləyin. Burada sual gəlib ki, xanımın uşağına bağçada müəllim heyəti hansı metodlara əl atdılar? Bu bizim təlimimizdən biraz kənara çıxıldı. Düzdür, mən xanıma bunu bildirmədim. Çünki sual vermişdi və valideyn olaraq, haqlı olaraq onu narahat edən bir sual idi. Yəni biz bunu danışsaq, müzakirə etsək, bizim təlimimizin vaxtı xeyli uzanacaq və mövzusundan, o cığırından kənara çıxacaq. Onun üçün də yəni artıq nə edəcək xanım özü bildi. Uğurlar arzu edirik hər birinizə. Sualınızdan ötürü də hər birinizə təşəkkür edirəm. Mənim deyəcəyim bu qədər. Zəhra xanım, buradasınızmı? Mən artıq təlimi yekunlaşdırmağı düşünürəm. Artıq görürəm suallar da yoxdur. Dəvətimizi qəbul etdiyiniz üçün sizə minnətdarlığımızı bildiririk. Düşünürəm ki, qoşulanlar da, sual verənlər də istədikləri cavabları ala bildilər. Hər birinizə uğurlar arzu edirəm. Sizə tövsiyəmdir ki, qrupumuzu tərk etməyəsiniz. Bizim mütəmadi olaraq öyrədici təlimlərimiz olur. Rəsmi sertifikat da əldə etmək istəsəz, burada da qeyd etdim, elandakı nömrəyə yazmağınız kifayətdir. Gün ərzində Telegram kanalında kaydı paylaşılacaq. Qrupda Aygün xanımın da Instagram hesabını bölüşdüm. Onun Instagramda izləyib, onun növbəti təlimlərindən də faydalana bilərsiniz, fəaliyyətini izləyə bilərsiniz. Gecəniz xeyrə qalsın. Sağ olun, təşəkkür edirəm. Gecəniz xeyir. Sağ olun.